Gəlin Tofiq Musayevin UFC-dəki həlledici dönüş döyüşü haqda danışaq. Yəni, UFC-dəki o uğursuz debütdən sonra bu döyüş Musayev üçün əslində özünü ən yüksək səviyyədə yenidən sübut etmək üçün demək olar ki, bir fürsətdir. Birincisi, döyüşün özü. Hələ ki tam rəsmi deyil, amma söhbət 4 aprel 2026-cı ildən gedir. Yer də Las Vegas, UFC Apex və rəqib Braziliyalı Samuel Sanchez. İkincisi, bəs bu döyüş niyə bu qədər vacibdir? Düzdür, Musayevin UFC-dəki ilk döyüşü Bakıda elə ilk raundaca məğlubiyyətlə bitdi. Amma bilirsiniz, bu hekayənin hamısı deyil. Unutmayaq ki, o 2019-cu ildə Yaponiyanın Rizin Grand Prix-sinin qalibi olub. Yəni, bu onun üçün əsl geri dönüş şansıdır. Və nəhayət rəqib Samuel Sanchez. Baxın, bu ananın 11 qələbəsi var, cəmi bir məğlubiyyəti. UFC-yə də elə belə gəlməyib, Dana White Contender Series-də möhtəşəm bir qələbə ilə müqabilə qazanıb. Bir sözlə, bu təcrübəli çempionun UFC-dəki yeni və təhlükəli bir istedada qarşı həll edici sınaq olacaq.